Gömrük ekspertizasının aparılması müddəti nə qədərdir? Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 232 nömrəli qərarı ilə təsdiq edilən gömrük ekspertizasının aparılması qaydalarının 7.1-ci və 7.2-ci bəndlərinə müvafiq olaraq gömrük ekspertizası 20 iş günü müddətində aparılır. Ekspertizanın aparılması müddəti materialların və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən sonraki növbəti iş günündən hesablanır və rəyin imzalandığı tarixdə başa çatır. Ekspertizanın aparılma müddətinin sonuncu günü istirahət, səs vermə, iş günü hesab edilməyən bayram gününə və ya ümumxalq hüzn gününə düşərsə, növbəti iş günü müddətin qurtardığı gün hesab olunur. Gömrük ekspertizasının aparılması müddəti səbəbləri göstərilməklə gömrük laboratoriyasının rəhbərinin yazılı icazəsi əsasında gömrük ekspertizasının aparılması üçün 4 aydan çox olmayan müddətə uzadıla bilər.